Bir qoca kişi ilə arvad oturub məsləhət edirdi, 70 yaşları vardı. Bu arvad ərinə dedi ki, kişi 50 il evlənmişik, sən bu evə heç qazanc gətiribsənmi? Dedi, gətirmişəmsə mən kişi deyiləm. Dedi, bu axşama uşağa bir yemək yoxdur, nə fikirləşsən? Dedi, arvad əlimdən nə gəlir ki? Dedi, evdə bir qazımız var. Dedi, o qazı kəsim şaha apar ver, nahar vaxtıdır, bəlkə bir qızıl verir dolanaq. Dedi, arvad, şahın sarayında ceyran, cüyür, kəhlik, turaç, qırqovul. Bu topal qazı nə necə şah? Dedi, kişi, yaxşı yuxu görmüşəm, dur. Kasıb olmağına baxma, arvad çox təmizkar qadınıdır. Qazı kəsdi, təmizlədi, bir ağ prastiniya büktü, verdi ərinə. Şah da bir gün əmir vermişdi ki, vəzirə tapşırmışdı ki, saraya başqadan buraxma. 2 qızım, 2 oğlum, arvad bir də mən, 6 nəfər nahar eləyəcək. Vəzir gördü, bir kasıb gəlir, inan, sapının birini çəksən vaynkomatlıq olacaq. Amma qoltuğunda bir ağ şey var, bir damcı qam süzən. Dedi, sən el bu cəllatdır, adam başı kəsib gətirir. Dedi, şaha denən məni qəbul eləsin. Vəzir dedi, nəyimə lazım? Dedi, o geçsin, şah bilər, bu bilər. Dedi, keç. Kasıb gəldi ki, pulov, çulov dünyanın neməti, kirmişcə ilə prastinanı açdı, qazın cəmdəyini partıltı ilə pulov məcməsinin üstə saldı. Şah dedi, cəllat, arvad dedi, dayan. Bugün bu sarayda adam ölməyəcək. Oğlanlarımın gözünün qabağında gündə bir adam öldürürsən, dizlərində taqət yoxdur. Qızlarımın gözünün qabağında adam öldürürsən, İrəkləri saraltma gətirib ərə gedə bilmirlər, ay kişi. Dedə, nə istəyirsən, ay kasıb? Dedi, şah sağ olsun. Bir qazlı 5 kilo qızıl istəyirəm. Şah dedi, arvadına dedi ki, yola sal bu kasıbı. Arvad da bicidir. Dedə kasıb. Arvad biz, 2 oğlum, 2 qızım 6, bir də sən 7. Bu qazın cəmdəyini elə böl ki, hamı payından razı qalsın, 5 kilo qızıl məndə. Kasıb bıçağı götürdü, qazın başını kəsdi, dedi ki, şah sağ olsun. Sarayda arvadınla sən baş adam olduğunuz üçün qazın başı kimizdir. Dedi, halal olsun, nə mərfətli kişidir bu. Qazın dizlərini kəsdi, dedi, oğlanların taqətsizdir, dizləri dirəyə gəlsin, güclü olsun. Qazın qanatlarını kəsdi, dedi, qızlarının baxdı, bu qazın baxdı kimi uçsun. Şərt idi. Arvad